Çıxmaq üçün də 5 manat pul tələb edirlər, hansı ki 50 köpək olduğu halda. Hər maşının limiti var. Düş aşağı. Xətai rayonu Babək prospektində olan maşın bazarının önündəyik. Burada sürücüdən giriş-çıxışda 50 qəpik əvəzinə 5 manat pul alınır. Bəs bu nə dərəcədə doğrudur? Mən girmişim içəridən sifariş götürməyə. Orada mənə qayıt edirlər ki, siz limiti keçmisiniz. Mən izah edirəm ki, mən çatdırılma işi ilə məşğulam. Mən gün ərzində 2 dəfə, 3 dəfə şəhərin malını götürüb çıxıram. İndi orada nəzarətçi deyir ki, müdiriyyət deyir ki, mənim biznesimlə məşğul olan hər bir kəs 5 manat qapıya ödəniş eləməlidir. Burada vətəndaşdan 50 qəpik əvəzinə 5 manat pul alınır. Da bu nə ilə izah olunur? Onu biz sizə deyə bilmərik. Onu yuxarıdan maraqlanır. Hər maşının limiti var. Qardaş limiti keçisinə görə maşın 5 manata düşür. Yəni bu yarım saata görə 5 manat nə dərəcədə doğrudur? Bunu zəhmət olmasa gözləyim mən. 2 saat saxlayıblar məni içəridə. Nəzarətçi də müqavimət zat göstərdi maşın mazatda. Həmin video görüntülər də var. Arxamı da bağladılar, şlaqbanı da asmadılar ki, bu şəxsi buraxmayın bayra. Orada video çəkilişlər var idi. Həmin video görüntüləri silməsən deyir sənə bayra buraxmayacaq. Neynisən? Neynisən? Düş aşağı. Tombus alaşaq. Adamdan 50 qəpik əvəzinə 5 manat pul alınır. Və bu adam da Hələ və bu təzyiq görüntü göstərdi. məhkəmə predmeti olması üçün çəkir və özünün müdafiəsi üçün də yəni bu istifadə eləməyi qanuni əsası var. 2 saat yarım məni saxlayıblar burada. Nə vaxt olub mu? Ayın 7-si. Qardaş biz də 5 manat veririk də, çəkimiz də var. Amma nə dərəcə doğru deyil o anda? Onu bilmirəm, amma bazarın müdiriyyəti ilə danışmaq lazımdır ki, bazar maşınıdır. Biz bura gəlib gedirik hər gün. Biz hər gün bura 5 manat versə 150 manat pul eləyir. Heç sənə artıq 150 manat rasxod eləmiş oluruq. Bizdə bazar maşınlarından ancaq 5 manat. Bu bazar maşını Ola bilər nəsə anlaşılmazlıq olub. Orada kamera çəkir bizdə nömrələri, ola bilər nəsə səhvlik olub nömrələrdə. Yoluna qoyular. Bəs sürücülərdən bazar ərazisində avtomobillə istifadəyə görə pul tələbi hansı halda qanunidir? Vətəndaşa ciddi mühasibatlıq sənədi olan qəbz verilməlidir. Bu qəbzin üzərində pulu tələb edən qurumun və yaxud da fiziki şəxsə onun adı göstərilməlidir, vöyün göstərilməlidir və ödənilən pulun məbləği göstərilməlidir. Rəsmi qəbz deyilsə, adi kağız üzərində yazılıb verilibsə, bu təbii ki, qanunsuzdur. Nicat Əliyev bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edib. Ümumiyyətlə isə hər bir vətəndaş qarşılaşdığı belə bir problemlə bağlı hüquq mühafizə orqanlarına, İqtisadiyyat Nazirliyi yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edib, məsələni məhkəmə müstəvisinə də çıxarda bilər.